İki qardaş, iki bacı tam ailəvi şəkildə yaşayacağımız bir ev təqdim edəcəm sizlərə. Evimiz yerləşir Xırdalan şəhərinin tam mərkəzində, icra hakimiyyətinin tam yaxınlığında, 7 sot torpaq sahəsinin üzərində 9 otaqlıdır. Qarşıda təqdim etdiyimiz ev 2 mərtəbə 4 otaq, digər ev isə 2 mərtəbə 5 otaqlıdır. Tam yaşayışlı bir evdir, remontludur, dəyərli dostlarımız. Həyətinə sərbəst şəkildə bir neçə avtomobil daxil etmək mümkündür. Obşu ikisi bir yerdə satılır. Qiymət 470 min manatdır. 470 min manat təşkil edir. Dəyərli dostlarımız, istəsəz ara kəsmə, burada belə bir xət var. Bu ara ilə belə bağlamaq mümkündür və buradan da digər sahəyə kimi. Bu aranı da digər evə qatmaq mümkündür, dəyərli dostlarımız. Geniş bir şəkildə həyət bazası var. Sərbəst şəkildə qarajı var, avtomobil daxil etmək mümkündür. Burada belə bir güdsə əkmək üçün yer yaradılıb. Qaz, su, işıq sayğacların hamısı qanunu yerindədir. Hər bir mülkün ayrı-ayrılıqda kupçası var, dəyərli dostlarımız. Tam şəkildə satılır, ikisi bir yerdə satılır. 470 min manata son deyil, qiymətdə cüzi endirim nəzərdə tutulub. Keçək evin içi ilə də tanış olaq. İlk öncə 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Sizə mülkünüzü satmaq istəyirsinizsə, Bakı ətrafı digər rayonlarda dəyərli dostlarımız satış edirik. Satışda da mülkümüz var. Gəl keçək evlərlə tanış olaq. Hər biri yerdən yetəri qədər kürsüsü var. 3 daş onda, 5 daş bunda. Geniş bir şəkildə burada belə bir eyvan sahəsi var. İstəsəz burada da həyətyanı sahənin, yəni evin önündə də besetka yaratmaq mümkündür. Evin, mülkün 4 bir tərəfinin pəncərə sahəsi, yəni hər iki evə aiddir. Dəmir barmaqlıqlarla işlənilib hazır vəziyyətdədir. Tam yaşayışlı bir mülkdür. Evin içərisində dəyərli dostlarımız tam yaşayışlı bir evdir. İstilik sistemi kombi vasitəsilə isidilir. Bütün otaqların radiatorlarına kimi bağlanılıb və kombi aparatı vasitəsilədir. Dəyərli dostlarımız tam yaşayışlı bir evdir. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Solda yerləşir evin qonaq otağı. Gəl burayla da tanış olaq. Qonaq otağı ilə sizləri tanış edeyim. Geniş bir şəkildə qonaq otağı var. TV stentinə kimi yığılıb, dəyərli dostlarımız. Demək olar ki, yarım əşyalı olaraq satışa çıxarılıb. Mərtəbələr arası da monolit betondur. Polu laminatdır. İstilik sistemi pəncərənin alt sahəsində quraşdırılıb. Dəhlizdə belə bir şkaf sahəsi var. Burada pilləkənin altında kladovka sahəsidir. İkinci mərtəbəyə qalxan pilləkənin altında. Sanitar qovşaqlardır, ayrı-ayrılıqda yerləşib. Dəyərli dostlarımız, burada yerləşir hamam tualet, orada isə hamam otağı. Və keçək mətbəx sahəsi ilə də sizləri tanış edək. Mətbəx mebelinə kimi tamamilə yığılıb, dəyərli dostlarımız, hazır bir vəziyyətdədir. Evin həyətyanı sahənin 4 bir tərəfdən 7-24 kamera nəzarəti ilə nəzarət olunur. Dəyərli dostlarımız, Wi-Fi-na kimi var. Öndən buyuraq, zəhmət olmasa çıxaq digər otaqlarla da sizləri tanış edeyim. Hal-hazırda çəkiliş etdiyimiz ev 5 otaqlıdır. Digər evi müəyyən səbəblərə görə sizlərə təqdim edə bilməyəcək. O 2 mərtəbə 4 otaqlıdır, dəyərli dostlarımız. Əlaqə nömrəsi səhifədə var, buyurub zəng edə bilərsiniz. Qiymət açıq-aşkar videonun daxilində deyilib. Sonra zəng edib deməyin ki, qardaş, videonun içində qiymət deməmisən. Burada 2 ədəd yataq otağıdır, hər biri bir-birinin içindən keçmədi. Bir yataq otağı, ikinci yataq otağı, yəni uşaq böyük yataq otağı eləmək mümkündür. Üçüncü yataq otağı və sonuncu olaraq 4-cü yataq otağı. Hər birinin pəncərəsinin qarşısı tamamilə açıq bir vəziyyətdədir. Heç bir daşa divara baxmır, dəyərli dostlarımız. Bu dəhlizdən də eyvana keçid etmək mümkündür. Və evin ümumi işıq sistemi stabilizator vasitəsilə nəzarət olunur. Yəni 220 voltla nəzarət olunur. Qiymət deyilib. Gələn videolarda sağ olun, sağlıqla qalın.